Mən sizdən 1000 dəfə, milyon dəfə üzr istəyib bu cümləni demək istəyirəm. Adam yaxşı deyil bu sözü dilinə gətirsin, amma bəzən də qaçılmaz olur da, mən bunu deyim ki, Allah istəmir ki, bəndəsi üzr istəyirəm dönə-dönə düşük olsun. Vəssalam da, deyən bir düşüklük eləməyin. Özünüzə bir qiymət verin. Özünüzə bir hörmət eləyin. Hər şeyi sizin üçün yaratmışam, nə olub az gözlüklə düşmüşsünüz bunun üstünə? Biraz gözü tox olun, sonra dünyaya sahiblənin ki, başqaları sahiblənməsin. Hansı başqaları? Qardaşlarımız sahiblənsin, Allahın düşmənləri sahiblənməsin ki, onu bəşəriyyətin əleyhinə çevirməsinlər. Elə bu sizin əlinizdə olsun. Amma azgöz olmayın. Xırda-xırda şeylərə sevinməyin, şadlanmayın. Getdi əlindən təəssüflənmə, ələ-lisan deyib bir şey əlindən çıxsa, necə məndən yox idi əvvəldə. Bir şeyi istəyirdin, çatmadın, heç mən istəmirəm, ümumiyyətlə.